Yaxşı, kənar məsələdən qulaq asın. Deməli, dərəcəni aşağı salmaq üstündən keçmək üçün keçən dərs dediyimiz 2 qat arqument demişdi. 2 qat bucaq düsturları yada salmalısınız. Buradan bir dənə onlar yada salıb həm də bir görün həmin düsturları. Nə keçmişik? 2 qat bucaq. Sinusun 2 qat bucağı, sinus 2 alfa nəyə bərabər idi? Bəli, 2 vurulsun, sinus alfa vurulsun, kosinus alfa. Bu hardan almışdı bu düsturu? Toplamadan. Öyle değil mi? Bəli. Sonra kosinus 2 alfanın 3 dənə açışı var. Əsas düsturu budur. Nə idi? Kos kvadrat alfa çıx, sin kvadrat alfa. İkinci əvəz etməklə aldığımız düstur. 1 çıx 2 sinus kvadrat alfa. Üçüncü əvəz etməklə aldığımız düstur. 2 kos kvadrat alfa çıx 1. Bəli, hətta biri də var, indi ki bunları yazırıq. Sonra uşaqlar, başqa dərəcəni aşağı salma düsturları, yox, 2 qat arqument düsturları. Bir də tangens 2 alfa nəyə bərabər idi bəs? 2 tangens. Sürətdə 2 tangens alfa, bölünsün 1 çıx, tangens kvadrat alfa. Bunlarımızın toplamadan almışıq. Həmçinin kotangens 2 alfa. Yenə bunun tərs variantı. Kotangens kvadrat alfa çıx 1 böl, bu düşür aşağı. 2 kotangens alfa. 2 kotangens alfa. Bu trigonometrik funksiyaların 2 qat bucağı üstə. İndi dərəcəni aşağı salma nə deməkdir? Məsələn, tutaq ki, sənə verir ki, sinus kvadratı alfa. Bizə lazımdır ki, dərəcə olmasın. Ona görə deyirik dərəcəni aşağı salma. Dərəcəni yox eləmək üçün bəzən lazım gələcək ki, bir dərəcə olmasın. Sinus kvadratının iştirak elədiyi düstur. Bax, bu düsturdan istifadə edəcəyiz. Bax, bundan. Aydındırmı? Bunu bütöv götürüm. Kos 2 alfa, bax burada. Həmin bu düsturdan sən bir də nəyi tapacaqsan? Sinus kvadrat. Olacaq dərəcəni aşağı salma, sinusu və salam. İndi bunu eynisini köçürdürəm bura. Bax, həmin düsturu. Kos 2 alfa nəyə bərabərdir? 1 çıx 2 sinus kvadrat alfa. Bizə hansı lazımdır? Sinus kvadrat. Bu mənfidir də qabaq. Sola atıram nə olur? Müsbət 2 sinus kvadrat alfa bərabər. Bunları atıram. Sağa olur. 1 çıx kosinus 2 alfa. Biz nəyi tapırdıq? Bunu nəyə böləcəm? 2'ye. Və salam. Düsturumuz oldu bu. Sinus kvadrat alfa bərabərdir. 1 çıx kosinus 2 alfa böl 2. Bu oldu uşaqlar. Sinusun dərəcəni artır. Yəni yeni bir düstur deyil də. Bunun içindən bu kos 2 alfanın sin kvadratı ilə olan düsturundan bir də sinus kvadratını tapırsan olur. Sinusun dərəcəni aşağı salma düsturu. Məsələn, tutaq ki, bəzən verəcək ki, tutaq ki, sinus kvadratı 2x tənlikdə lazım olacaq, trigonometrik tənlikdə və ya da digər sadələşmələr lazım olacaq ki, dərəcə yox olsun. Bu necə açacaq? Nə yazacağım? 1 çıx kosinus neçə x? Həmişə buradakı 2 misli olur da. Burada görsən sinus kvadrat alfa, burada 2 alfa olur. Onda bu 2x ise burada nə olur? 4x böl 2. Bunun əvəzinə bunu yazacaqsan məsələn. Trigonometrik tənliklərdə daha çox lazım olacaq bu düsturlar. Belə. İndi gəlirik biz uşaqlar. Kos 2 alfa. Həmin düstur. Bax burada. Bunun bax kos kvadrat olan hissəsi budur. Demək bu düsturdan indi mən həmin kos dərəcə aşağı salma düsturunu yazacağam. Kosinusu. Kos 2 alfa nəyə bərabərdir? Bunu yazırıq. 2 kos kvadrat alfa çıxısı nə uşaqlar? 1. Biz nəyi tapmalıyıq? Kosinus kvadratını tapmalıyıq. Mənfi bir ara atırsan. Olur kos 2 alfa topla 1. Gəldi bura topla 1 oldu. Qaldı nə? 2 kos kvadrat alfa. Yenə biz nəyi tapmalıyıq? Kos kvadratını. Onda bunu nəyə böləcəm? 2'ye böləcəm də. Kos kvadratını tapmaq üçün bu hissəni 2'ye bölməliyəm. Yəni kos kvadratı alfa bərabərdir. 1 topla nə? Kosinus yenə 2 alfa böl 2. Bu oldu nəyin dərəcəni aşağı salması? Kosinusun. Bu da bu düsturdan alındı. Kosinus 2 sinus olmalı değil. Çünkü orada şey... Hə. Bu düsturumuz hazır. Sən keçən dərs olmuşsan mı? Bax bu düstura keçən dərs yazmışıq. Bu düsturdan tapırıq. Sən burada uyğunluq axtarma. Bura kostursa kos olsunsa. Yox, bu düsturun özündən al. Bax bu törəmə düstura. Bunu yükləmişəm yoxsa yükləməmişəm bilmirəm. Bu qulaq asarsan, bundan əmrəşərsən, bunun izahı var burada. Deməli, gəldik uşaqlar, nəyin dərəcəni aşağı salması qalıb? Tangeslə kotanges. Deməli uşaqlar, tangens kvadratı alfa
tanı tapanı bilsəm ki, nəyə bölürdük? Böyle de tan kvadratı ise neyine? Sin kvadratı böl, kos kvadratı. Vəssalam. İndi bunları da bilirsənsə, bunları tapacaqsan indi. Sən sin kvadratı bilirsən axı nəyə bərabərdir? Buna, buna. Kos kvadratı da buna. Bunları bir-birinə nə edəcəksən? Böləcəksən. Yəni tangens kvadratı alfa bərabərdir. Sin kvadratın yerinə nə yazacaqsan? 1 çıx kos 2 alfa bölü 2. 1 çıx kos 2 alfa bölü 2. Böləcəksən kos kvadratın yerinə 1 topla kos 2 alfa bölü 2. Bax bu hissəni. 1 topla kos 2 alfa bölü 2. Nələr gedəcək? Kos 2'ler. 2'lər geçsəydi bu 1 kəsirdi, bu da 1 kəsir. Bunun tərsinə vuranda 2 ara qalxacaq. 2'lər gedəcək. Tan kvadratı alfa yekunda nə olur? Bu yuxarıda qalır elə. 1 çıx kosinus 2 alfa bölünsün. 1 topla kosinus 2 alfa. Və salam. Üçüncü bu dərəcəni aşağı salma düsturu. Bax oldu bu. Çıx. İndi kotangesdə bunun nəyi olacaq? Tərsi. Daha bir də onun hardan çıxarmasını demir də, bunun tərsinə çevirsən. Yəni bu sürətli olacaq, bu məxrəcdə olacaq. Başqa heç. Kotanges kvadrat alfa bərabərdir. 1 topla kosinus 2 alfa bölünsün, 1 çıx kosinus 2 alfa. Bitdi. Bu da oldu kotangesin dərəcəni aşağı salma düsturu. Demək, sinlə kosu, elə kos 2 alfanın bu düsturlardan aldıq. Tanla kotu da bunları bir-birinə bölməklə aldıq. Tanı da bildim, kod da onun tərs variantı. Bu əsas dərəcəni aşağı salma düsturları dediyimiz baxın bunlardır. İndi gəlirik. Deməli, silin buranı, bu hissəni. Silin mi? Yaxşı. Kameramanımız başlayır. Çəkirlər belə saxlayır, götürəcək. Baxmır düzünə. Maşın çəkirlərin arasına qarışıb yəqin, hə? Baxmır, müəllim. Çəkirlər boş. Hansı neyə tərəfdirsən, Kənan? Bəlkə baxır. Hə? Uşaqlar, indi əlavə Eve gerek. bəzi düsturlar var burada. Biz az istifadə, amma istifadə olunur. Topluda var. Ben biz buranın ikinci gün öğreneceğim. Nəyə? İkinci gün öğreneceğim. Yox, ikinci dərsdə bir dənə tapşır vermişəm də. Toplama düsturları. Bunlar dördüncü gün öğreneceğiz. Yəqin. İkinci gün akşamları. Tan alfa bərabərdir. Belə bir düstur var aşağıda. Tangens alfa ilə bağlı. Deməli, bu elə bil ki, kitabda olmalıdır kitabların içində. Hardan gəldiyində digəri elə sadələşdirəndə bunun özü alınır. Məsələn, burada yazsaq ki, 1 çıxılsın kosinus 2 alfa. Burada da yazıq sinus 2 alfa. Bax, tan alfanı elə bil ki, burada əsas məsələsidir 2 qat bucaq kimi. Burada tangens 1 alfadırsa, buradakılarda nə olacaq? 2 alfa. Niyə görə tangens 1 alfa bunlara bərabər olur? Bax, burada sinus 2 alfanın açılışını bilir hamı. Sinus 2 alfa nəyə bərabərdir? Bilirsin onu. Hə. Bax, sinus 2 alfanın yerinə yaz. 2 sin alfa, kos alfa. Bəli. 1 durur yerində, çıxılsın. Kos 2 alfanın bayaq 3 dənə açılışını yazmışdım burada. İndi buradakı 1-in getməsi üçün kosun hansı açılışından istifadə edə bilərik? Bax, 3 dənə açılışını burada yazıram. Təzədən. Kos 2 alfa. Sizə görə təzədən yazıram ki, gözünüz tez-tez görür. Kos 2 alfa bərabərdir. Birinci düsturu bu. Rəyimiz çəkildi, tez oldu. Bir düsturu budur. Nə çürükdür bu? Bir düsturu budur. 1 çıx 2 sin kvadratı alfa. Üçüncü düsturu 2 kos kvadratı alfa. Çıxdı. İndi mən bu kos 2 alfanın yerinə hansını yazsam bu bir gedər? Bunu yazsam. Eləmi? Çünki bir çıxılsın var. Bunun da yerinə bax bunu yazanda birlər nə edəcək? Gedəcək də. Bir nə işarəsi olacaq bu? Toplama olacaq. Çünki qabada mən var. Toplansın nə? 2 sinus kvadratı alfa. Bunlar da getdi. Sonra nə qalır? 2'lər də gedir. Sonra nə qalır? Sinin biri də getdi. Nə qaldı? Kos alfa böl nə? Sin alfa. Onda bunu nə eləməliyik?
Şimdi Sözden yazılır. yok. Yoxdur. Heç kim tutmadı. Səhv yazmışsın da. Kotanjis sayfa. Gələn düsturan çox yadından çıxdı, lütfen. Burada mən tanjis yazdım və əslində nə verdim? Kotanjis. Elə ki tanjisdə bunu neynəyəcəksən? Tərsinə. Şurada mənzin yeri dəyişəcəksən. Bu əlavədir. Bax, 2 qat bucal düsturlarının elə ki əlavəsidir bu. Məsələn deyirəm ki, kotanjis alfa bölü 2. Burada alfa bölü 2'dir. Burada ne olacaq bəs? 2 bölər. Onun 2 misli. Alfa olsun. Məsələn burada alfa olanda burada ne olur? Alfa. Burada alfa bölü 2 olanda burada alfa olacaq. Elə bir nə yazacaqsan? Sinus alfa bölünsün 1 çıx kosinus alfadan. Bəli. 2 misil, 2 qat bucal tuturlar. Bunun kotanjensin, kotanjensi tanjens da bunun tam nə olacaq? Tersi. Tam tersi. Sürət əməlizin yerini dəyişəcəksən. Yəni, tanjens alfa desəm, onda sürətdə nə olacaq? 1 çıx kosinus 2 alfa bölünsün sinus 2 alfa. Belə formada. Belə toplu ikinci hissədən bir neçə nümunə də işləyəcəm. 2 qat yanları toplama düsturlarından işləyəcəm. Deməli, cəmi fərqin trigonometrik funksiyalar. Toplama düsturlarından bəzi suallar işləyəcəyik. İlk sualları düsturlarla bağlayın. İlk sualları düsturlarla. Məsələn, buradan toplama düsturlarından 13-cü sual yazırıq. Sürətə yazıb kosinus alfa çıx beta. Yox, mən isə 13 yazmışım. Deməli, 13-cü sualda yazıb alfa topla beta çıxılsın qalma bərabərdir 270 olarsa şərt verir. Deyir ki, sinus beta kosinus qalma çıxılsın sinus qalma kosinus beta. Üstə gəlir kos alfa. Deyir ki, bu ifadənin qiymətini 13-cü sual sadələşdirin deyir. Bax, burada toplama düsturunu bilən adam bilər ki, buradan bura nəyin açılışıdır? Sinus. Siz beta çıxılsın. Bəli da, bu cavablarımızdan beta, gamma, beta. Hərəsindən biri olanda sinus olurdu. Sinus. Çıxma olanda nə olurdu sinusda? Toplama. O da bir dəyişir. Çıxma olanda da çıxma, toplama. Nə? Beta, gamma. Bax, buradan bura olan hissə, bax, bunun açılışıdır elə. İndi topla bir dənə yazıram. Kosinus alfa. İndi bunu boş-boşuna vermir. Görsən, burada beta çıx qalmadı bucağımız. Burada da beta çıx qalma neyəcəksən? Tapacaqsan. Bu ifadədə beta çıx qalma nəyə bərabərdir? 270-dən nəyə çıxmalısan? Alfa. 270 çıx alfa. İndi gəlib bunun yerinə nə yazıram? 270 qalır. Bəli, sinus 270 çıx alfa yazıram və bir də topla nə var? Kosinus alfa. 270 çevirməni bilməz. Zərifə 270-də ad dəyişir yoxsa dəyişmir? Dəyişir. Niyə görə? Nə vaxt dəyişirdi? Sakit ol. Nə vaxt dəyişirdi? Bucaqlar adlarını nə vaxt dəyişir? Ne biləyəm? 90-ın tək misilləri olanda, bəli. 270-də 3 dənə 90 var. Adın dəyişir, nə olur adı? Tanjens yoxsa kotanjens? Bu olur adı kosinus. Şimdi mənə cavab versin, deməli Adəm. Hansı rübə düşür bu? Sakit. Çaşdım indi. Adəm demişəm aslında. Sakit olun. 3'ə düşür. Bəli. 270, bilmirəm harada yazdım. 270 buradır. Bu xət. Bura. Nəsə çıxanda qayıdır 3'ə. Toplu olanda keçir 4'ə. İndi 3-cü rübdə əziz ola. Müsbətdir, mənfidir, sinus. Sinus mənfidir. Mənfidir. Onu qabağa nə atır o? Mənfi kos alfa oldu da. Topla kos alfa. Cavab olur 0. Bax görürsünüz, əvvəlki mövzuları hökmən bilməlisən. Sən çevirməni bilməsən bu sualı tutaq ki, bunu yazdın. Çevirməni bilməlisən.
və yaxud da rübləri, işarələrini bilməsən, ilk mövzular. Bunları bilmək hökmən lazım olmaz yəni. Deməli, növbəti sual. Kimin sual? Yaxşı. Ay müəllim. Kimin? Ay müəllim. Arqumentçiler 157'den diye. Onu bilmirəm ki. Ahıra verəcəksiniz. Söz söyləyəcəm. Hələ hal-hazırdakindən danışın. Yalnız nə deyirsən? Nəyi? Valla düstur demir, 150'sini kesin. Yaxşı. Yazıq uşaqlar. Burada yazıq ki, 18-ci sualda. Yazıb sinus 195 dərəcəni hesabla. 195'i. 270'den sıfır. Uşaqlar, 195'i birinci burada çevirmə ilə sadələşdirməsi. Necə yazmalıyıq? 180 topla 15 yaz. Bax, sinus 180 topla 15 yaz son. İndi mənə Bahar de gör, ad dəyişir, dəyişmir. Dəyişmir. Qəs işarəsini alır. Hansı rübdür? Öz desin, müdaxilə hansı rübdür? 180 Üçüncü rübdə necədir? Mənfidir. Olur mənfi sinus 15. İndi sinus 15'i elə toplama ilə tapmalısın. 45 çıx 30 kimi yazıb toplamasını açacaqsan. Necə? Mənfiyə dəymirsən. Sinus 15'in qiymətini biz bilmirik ya normalde. Bu necə yazacaqsan? 45 çıx 30 kimi. Bu da toplama ilə. Eləmi? Mənfi qalacaq qabaqda, yadda saxlayırıq ki, qabaqda mənfi var. Bunu normal necə açırdıq? Sin 45 cos 30 sonra çıxılsın sin 30 cos 45 da, bəli. Kosinus 45. Belə. İndi burada nə alışalar? Köşkü bölü dəhşətsən Kənan. Köşkdəki bölü köşkdəki Kənan. O birisi de Hə, nə bəli? 2'də 1. O birisi 2'də 1. Cos 30'da 2'lə buralı. Köşkü bölü 2. O birisi 2'də 1. Yaxşı, sənləşmə. 2'də 1 bu. Deməli, amma qabaqda nə işarəsi var uşaqlar? Mənfi işarəsi var. Mənfi neçə yer? 4'də kök 6 buranın sürətə məxəl. Çıxılsın nə? 2'də niyə? 4'də kök 2. İndi bunları deyəcəyik, sürətləri çıxırdı. Mənfi 4'də kök 6 çıx kök 2. Mənfin də vursan bura, uzaqbaşı bulan yerini necəsən? Amma eləməyiblər. Yoxsa eləyiblər. Mənfisiz yazanda nə olacaq? Yerini dəyişirsən. Kök 2 çıx kök 6 böl 4. Belə. Çevirmədən və toplama düsturundan istifadə elədik. Sonra keçirik. Məsələn, burada süzət daha da düşdü. Saxlayın. Maşın patoklu ilə. Saxla, saxla. Qıdıq baş alsam. Sağla. Deməli. Yaxşı, uzanacaq biraz aşağı. Yaxşı, sağla. Deməli, buradan baxırıq biz nəyə? 23-cü sual. Evə verdiyim suallarda sualınız azalır. Qeydinizi götürün ki, evdə bir baxıb istifadə edəsiniz. Deməli, burada baxırıq 23-cü sual. 23. Yazıb tangens 7 pi böl 6 36 7 pi böl 36 da gəl tangens 41 pi böl 36 bölünsün bir topla tangens 29 pi böl 36 bir de tangens 5 pi böl 36. Bu nəyə bənzəyir? Mən bu hiçbir şey bilmiyorum. Düstura bənzəyir. Niyə görə? Tangens alfa, tangens beta bir topladır. Amma bəzi şeylər fərqlidir. Bura toplamadsa, bura nə olmalıdır? Çıxmalı. Və bucaqları fərqlidir, elə deyilmi? Bucaqları fərqlidir. Deməli, biz bucaqları eyniləşdirməliyik də. Məsələn, bu
bu alfa, bu betadsa, burada da onda bundan olmalıdır, burada da bundan olmalıdır. Bucaqlar eyni olmalıdır birinci növbədə. Yəqin işarələr də dəyişəcək. İndi biz gəlin həmişə çevirmədə böyük bucağı nəyə gətirdik? Kiçik bucağı. İndi burada bunu buna gətirək, bunu da buna gətirək. Yox, bu böyükdə, bunu buna gətirək, eləmi? Bunu da buna gətirək. İndi 41 pi böl 36-nı ayrıca yazıram bura. Tangens 41 pi böl 36-nı nəyə gətirməyə çalışmalıyıq? Buna, aydındırmı? İndi bunu nə edə bilərik burada? Elə bir ki, çevirməni necə yazırdıq? Ya pi-dən çıxırdıq, ya pi böl 2-dən çıxırdıq, ya toplayırdıq ki, müəyyən bir bucağı alardı. Məsələn, deyəndə ki, tangens tutaq ki, 420. Bunu necə yazırdıq? 360 topla 60 yazırdıq da. Yəni 2 pi topla 60 kimi, elə deyil. İndi burada da böyük bir dərəcədir. Bunu necə yaza bilərik? Bunu artıq özün düşünməsən. Tangens necə yaza bilərik? 36-da 36 pi böl 36 topla. elə ki, bunu belə yazaq. Pi topla. Niyə görə pi topla yazırıq da? Bu görsən 41 pi necə ala bilərik? 36 pi topla 5 pi kimi. Görsən gəlir buna. Bu buna gəlir. Elə ki, bunu belə yazaq. Pi topla nə kimi? 5 pi böl 36 kimi. Bunu ortaq mənzə gətirəndə sürət neçə olacaq? 41 pi. Həmin şey alınır da, bu alınır. Eləmi? Bunun əvəzinə nə yazıram mən? Bunu. Niyə görə? Bunu balacalaşdırmaq üçün. Bunu buna gətirmək üçün. Çevirmə düsturu ilə da. İndi burada eyni şey alınır mı bu? Və yaxud da bu buna bərabərdir. Onda bunun əvəzinə nə yazacağım? 5 pi böl 36-da. Eyni şey deyirlər uşaqlar. Pi-də ad dəyişir? Yox. Dəyişmir. Və nə olacaq? Tangens hansı rübə keçir? Üçüncü rübə tangens müsbətdir. Elə tangens 41 pi böl 36 elə nəyə bərabər imiş? Elə 5 pi böl 36-ya bərabər imiş. Necə ki tangens 420, elə tangens 60. Bunların qiyməti necədir ikisi də? Eyni olduğu kimi, indi çevirmə ilə sadəcə pi ilə olduğu üçün biraz sizə çətin görünə bilər. İndi tangens 41 pi böl 36-nın əvəzinə elə 5 pi böl 36 yazacaq. Eynisi ilə bunu da. Məsələn, tangens, bunu sizdən soruşacağım. 29 pi böl 36-nı. Necə yaza bilərik? Tangens, məsələn, bunu pi topla kimi yazdıq. Onu da yazmıyor. Pi çıx. Bu topla yazmayasan, çünki 36 pi üstünə gələnməzsən, 29 alsın. Demək çıxacaqsan. Bəli. Bunu belə yazarsan. Pi çıxılsın. Bəli. 7 pi böl 36 kimi yazacaqsan. Yenə nə alınır? Bu alınır da, elə deyilmi? Burada da yenə sadəcə işarə nə olacaq burada? Mənfi olacaq. Çünki 180-dən çıxanda ikinci rübə qayıdır. Onun üçün bu işarə nə olacaq? Çıxma olacaq və düsturun özü alınacaq. Bu hələ həlli deyil. Bu çevirməsi idi, bunun buna gətirilməsi idi. İndi uşaqlar, sürətdə bu qalır. Tangens 7 pi böl 36 qalır. Üstə gəl. Bunun əvəzə nə yazacaq? 5 pi böl. Çevirdi yaxı. Tangens 5 pi böl 36. İndi bir işarə nə olacaq? Çıx olacaq. Çünki bu mənfi olmuş da bayaq. Bunun yerinə yazırıq. Bəli. Tangens 7 pi böl 36. Burası bu olduğu kimi qalır da. Balaca bucaqdır. 5 pi böl 36. İndi nə düsturudur bu? Tangensin toplama düsturu. Tangens alfa topla tangens beta. 1 çıx tangens alfa vur tangens beta. Yəni tangens alfa topla beta. 7 pi böl 36. Üstə gəlsin nə uşaqlar? 5 pi böl 36. Bu da məxrəclər toplananda tangens 36-dan nə eləyir? 12 pi. 12 ilə də 36 nə eləyir? Gedir, nə qalır? Tangens pi böl 3. Pi böl 3-dən neçə dərəcə deməkdir? Tangens 60-dan alır? 3. İkinci halımız belə. Her şey kamerada. Böyle bakarsın. Kameraman buyur. Güdret ne oldu? Can like atarsın. Ne olur? Like atarsın. Abone olun devam.